Salam, mən Səadət. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bu gün isə 7-ci sinif kimya dərsliyindən bölmə 1 mövzu 2-ci olan bioelementlər mövzusunun tapşırıqlarının izahına baxacağıq. Elə isə keçid edək tapşırıqlara. Öyrəndiklərinizi tətbiq edin. Şəkildə təsvir olunan izahlarla tanış olun deyir. Deməli, şəkildə ardıcıl səhnələr kənd təsərrüfatı məhsullarının fermadan ta istehlakçıya qədər olan yol göstərir. Bu vizual canlı orqanizmlərdə maddələr mübadiləsinin gündəlik həyatla necə əlaqəli olduğunu izah etmək üçün əla bir nümunədir. İndi isə sualları şəklə əsasən cavablandıraq. Deməli, birinci sualımızda deyilir: bu hadisələr zamanı canlı orqanizmlərdə hansı maddələrin mübadiləsi baş verir? Mən də qeyd elədim ki, şəkildə fermada heyvanlar və bitkilər var. Onlar fotosintez vasitəsilə karbon qazını oksigenə çevirir. Su və mineral maddələri torpaqdan alır. Qida maddələri zülal, yağ, karbohidrat istehsal edir. Heyvanlar bu qidaları yeyərək enerji əldə edir və tullantı maddələr ifraz edir. B variantında da deyir ki, gündəlik həyatda baş verən bu hadisələrə oxşar hansı misalları göstərə bilərsiniz? Mən də şəkildəki proseslərlə gündəlik həyatda olan hadisələri əlaqələndirmişəm. Fermadakı inək süd verir. Bu onun maddələr mübadiləsinin nəticəsidir. Bitkilər böyüyür və meyvə verir. Fotosintez və qida dövrənin nəticəsində fabriklərdə məhsullar emal olunur. İstehlak kişi qidalanır. İnsan orqanizmində qidalar parçalanır və enerji yaranır. C-də də deyir ki, hansı qidaları qəbul etdikdə onlar sizə zərərli təsir göstərə bilər. Məsələn, bu market və fabrik səhnələri də bunu düşündürə bilər ki, emal olunmuş və konservləşdirilmiş qidalar çox duz, şəkər və kimyəvi maddələr ehtiva edə bilər. Fast food məhsulları, trans yağlar, aşağı keyfiyyətli maddələr sağlamlığa zərər vura bilər. Əgər allergiyamız varsa, bəzi təbii qidalar da sizə zərər verə bilər. Məsələn, yumurta, süd, bunlar bizə zərər göstərə bilər. Öyrəndiklərinizi yoxlayın. Birinci sual. Canlı orqanizmlərin əsas hissəsini hansı elementlər təşkil edir? Bu nə ilə bağlıdır? Canlı orqanizmlərin əsas hissəsini təşkil edən elementlər karbon, hidrogen, oksigen, azot, fosfor, kükürdür. Necə yazılır? Mötərizədə qeyd eləmişəm onları sizin üçün. Sonra bu elementlər zolal yağ, karbohidrat, nuklein turşularının tərkibinə daxil olub. Onların bolluğu canlıların maddələr mübadiləsi, enerji ehtiyacı və hüceyrə quruluşu ilə bağlıdır. İndi isə keçək ikinci suala. Canlı orqanizmlərdə olan maddələrin tərkibinə az miqdarda daxil olan elementlər hansılardır? Bu elementlərin insan fəaliyyəti üçün mühüm rol oynadığına aid bir neçə misal göstərin. Az miqdarda olan, lakin həyatı vacib rol oynayan elementləri mikroelementlər deyilir. Bunlara dəmir, yod, sink misal. Dəmir qanın tərkibindəki hemoqlobinin əsas hissəsidir, oksigen daşıyır. Yod qalxana bənzər vəzinin hormonların sintezi üçün vacibdir. Sink fermentlərin fəaliyyətində və immun sistemində rol oynayır. Mis isə sinir sistemi və qan dövranı üçün əhəmiyyətlidir. Bu elementlər az miqdarda olsa da onların çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bugünlük dərsimiz bu qədər. Digər hansı dərslərin tapşırıqlarının izahını istəyirsinizsə, şərh bölməsinə qeyd etməyiniz kifayətdir. Digər dərs izahlarımızda görüşənədək sağ olun.